Bir daha salam, artıq biz sizinlə 30-cu dərslikdəyik və bu dərslikdə biz sizinlə susmaya görə əlaməti ilə funksiyalardan bəhs edəcəyik. Baxın, burada susmaya görə əlaməti ilə funksiyalara dedikdə ümumiyyətlə nəyi aidiyyatlı edə bilərik? Ümumiyyətlə, bu amili, bu sözlüyü işlətdikdə bəs nəyi nəzdə aldırır? Əlbəttə ki, susmaya görə əlaməti ilə funksiyalar dedikdə adından da bəlli olan, yəni tərəfi kimi öncədən götürülmüş, sadəcə olaraq təsvir olunan sabit dəyər hesabatının dəyərlərini qeydə aldırırıq ki, sonradan bunun sabit formada qarşımıza çıxmasının heç bir dəyişkənliyinə və ya məruzəsinə uğradıla bilinməməsi üçün yol bütövlüyü cəmini götürürük ki, bunlar da, yəni PHP-də bir başqa bölünüm olan hesabatına fərdi tərəf kimi yenə də funksiyalar, yəni bölünümünə əlavə edilmiş, susmaya görə əlaməti ilə funksiyalar deyə tanınılır və bilinir və bu cür vardırılır təsviri. Və artıq biz dərsimizə başlayaq. Belə ki, hər dəfə olduğu kimi bir daha da yenidən, ilkin öncədən dərsimizə başlamaq üçün işçi stolumuzda qısa yol icrası kimi qeydə aldırdığımız öncəki dərsliklərdən website deyə qovluğumuza daxil olun. Və qovluğumuza daxil olduqdan sonra gördüyünüz kimi burada mənim bir neçə tip uzantılı fayllarım mövcuddur. Lakin bunlar içərisindən ilkin olaraqdan mənim ilk PHP faylim .php faylı üzərində sağ düyməni qeyd edirik və açılan siyahıdan yalnız və yalnız Edit with Notepad++. Yəni, mənim ilk PHP faylim .php uzantılı tanımlanan bu faylımı Notepad-in, yəni qeyd dəftərçəsinin ümumiyyətlə daha da genişləndirilmiş və çeşidləndirilmiş bir forması ilə açdırırıq. Və sıxdığımızda biraz gözləyirik. Gördüyünüz kimi artıq proqramımız açıldı. Və burada biz kodlamalarımıza bir nəzər yetirək. Öncəki dərsimizdə xüsusilə biz, yəni qlobal dəyəri ilə funksiyalar əlamətinə bunu bölgüləmişdik və kodlamalarının yazıldığını görəlir. Lakin biz bunu heç də silməyək. Ümumiyyətlə silməyimiz də bir növ aidiyyatılıq edilə bilməz. Burada əlamət olan susmaya görə dəyər hesabatının bəlli olan tərəfini silləri açıqlamam üçün və bunu götürəcəyik. Yenə də biz PHP faylinə müraciət edək. Əlbəttə ki, yenə də yeni PHP kodlamamızı xüsusilə qeydə almalıyıq. Biz burada funksiyanı yenidən müraciət edək. Bir funksiya götürdük və funksiyanın ad bütövlüyünü mən burada açılış hesabatına, yəni susmaya görə əlaməti ilə olan funksiyalara bəlli etdiyim üçün təsvir deyil qeyd edəcəm. Və təsvir olan bu obraz cəmliliyinə arqument hesabatı bəlliliyi üçün rəng adlı dəyişən bütövlülüyünə cəmləyəcəm bunu. Və rəng hesabatı olan bu arqument hesabatının bərabər olan sətir tipli bölgülənməsini xüsusilə qeyd alacam ki, bunu da məsələn mən burada misala uyğun olaraqdan, yəni məsələn nəyə deyək? Deyək ki, qırmızı rəng. İndi biz burada qırmızı rəngi, yəni rəng adı altında bir dəyişən tanımlamışıq və sətir tipli bölgülənən, yəni dəyər hesabatını bir qırmızı simvol cəmliliyinə bildirmişik. Bundan əlavə biz artıq arqument bəlliliyindən sonra iç bölgülüyə, yəni funksiyanın daxili hesabatına keçərəkdən eko, yəni əks-səda olunma bünövrəliliyi cəmində nəyi qeydə alaq? Məsələn, mən burada sətir tipli bölgülülüklə yanaşı həm də iç bölgülülükdən olan sözlüyü qeydə alacam. Deyəcəm ki, rəng. Çünki nəyə görə rəng? Gördüyünüz kimi burada üst bölgülülükdə xüsusilə rəngin, rəng adlı bir dəyişənin tanıdılmasından daha sonra qırmızı adlı bir sətir tipli amilliliyə sövq olunduğunu görə bilərik. Bunun üçün də biz burada otağın rəngi qırmızıdır deyə sözlüyünü xüsusilə qeydə alırıq və bəlli edirik. Bu əslində nə deməkdir? Sadəcə olaraq daha sonra əks-səda olunma bünövrəliliyi cəmində sabit dəyər olan susmaya görə əlaməti ilə olan bu funksiyanı çağıraraqdan nə cür qarşımıza çıxacağını əlbəttə ki, sonradan görə biləcəyik. Bunu da ki, əlbəttə ki, sətir tipli bölgünlükdən olan bir bölünümü həyata keçirəcəkdir. Yəni, bunu qeydə aldıraraqdan bildirəcəkdir. Və biz yenə də bunu da qeydə aldırdıqdan sonra sistem mötərizəmizi bağlamışıq artıq və alt bölgünlüyə düşərəkdən nəyi qeydə almalıyıq? Əlbəttə ki,
yenə də funksiyanın öz ad bütövlülüyü olan cəmi kimi götürülmüş təsvir adlı zəng çağırışı olan funksiya ad bütövlülüyünü qeydə almalıyıq. Amma bu o demək deyil ki, təsvirin sadəcə olaraq arqumentsiz hesab bəlliliyi olmadan çağıracağıq. Sadəcə olaraq təsvir bəyannaməsindən sonra təhqiqə uğraya bilmə qabiliyyəti üçün yenə də rəng adlı bütövlülüyümüzə dəyişən deyil, məhz sətir tipli yeni bir hesabatıdır. Məsələn, mən burada mavi rəng deyəcəm. Məsələn, bildiyimiz rənglərdən hansı var? Tutalım bir mavi rəngi bildirdik biz burada indi. Və bu hesabatda bölgülədikdən sonra nəhayət ki, biz PHP faylımızı bağlaya bilərik. İndi biz hələ ki, bura qədər işlədiyimiz kodlamalarımızın nə cür hasılatla qarşımıza çıxa bilmək qüvvəsinin və xarakterizə edilə bilinmə tərəfinin bəyan olunmasını görək və bunu aydınlaşdıraq. Və ilkin öncədən biz fayl menüsündən save edək və kodlamalarımızı artıq işlədik və qayıdıb qovluğumuzda biz ikinci dərəcəli proqramımız olan Mozilla Firefox deyə bildirdiyimiz və götürərəkdən, yəni bölgülədiyimiz bir browser, səyyah olan bələdçi proqramımızı üzərinə sıxaraqdan onu çalışdırır. Və biraz gözləyirik. Gördüyünüz kimi artıq proqramımız gözümüzün önündə açıldı və proqramın ünvan zolağına gedərəkdən biz burada HTTP, yəni Hypertext Transfer Protocol sözlüyünü qeydə etmək üçün H hərfini klaviatur üzərindən seçdiyimizdə artıq ünvan zolağı üçün PHP dərslər, mənim ilk PHP faylı .php-nin lokal şəbəkədən, serverdən yönələ bilmə ünvanlamasını görə bilir. Və ünvan üzərində Enter düyməsini sıxmamızı və ümumiyyətlə sıçanın kursoru vasitəsilə bir dəfə sıxmamız, yəni istənilmizdən. Və sıxdığımızda biraz gözləyirik. Gördüyünüz kimi otağın rəngi mavidir deyə söz bütövlüyü olan bu əlamətin, yəni cəmlilik kimi bizlərə sətir tipli aidiyyətlılığa sonradan sövq olunduğunu görə bilirik. Biz indi qaydaq yenidən bir daha kodlamamıza və biz burada ikinci bir bölünüm kimi yenə də PHP faylımıza müraciət edə bilərik əlbəttə ki, və indi mən onu əlbəttə edəcəm. Üzr istəyirəm, etməyəcəm. Məsələn, qaydaq əslində buna ehtiyac da yoxdur. Qaydaq təsvir adlı, yəni bu dəyişən bütövlüyümüzə bir neçə amili vergülla ayrılmış. Biz bilirik ki, element 1, ümumiyyətlə arqument 1, arqument 2, arqument 3 misala uyğun olaraqdan və ya en qədər vergülla ayrılmış bir-birindən təbəqə hesabatı ilə bölgülənərəkdən götürdüyümüz en qədər arqument bəlliliyinə, yəni funksiyanı götürə bilərik və aidiyyatlı edə bilərik. Bu məna cəhdliliyi, yəni təsvirliliyi ilə artıq biz otaq adlı dəyişənin iç bölgülülükdə qeydə aldırılmasını bildirəcəyik. Və otaq adlı yeni dəyişənin qaydıb təsvir olunma arqument siyahısında bunu qeydə alırıq və otağı nəyə bildiririk indi biz burada? Yenə də bəlli olan tərəf kimi sətir tipli bölgülülüyümüzdən olan aidiyyətlılıq tərəfinə bildiririk ki, bunu da mən burada məsələn deyəcəm ki, office. Əlbəttə ki, office adlı bir otaq varmış burada. İndi biz təsvirə görə belə bildirdik və nizam aldırdıq. Və biz burada nəyi qeyd alaq? Məsələn, biz burada otağın rəngi qırmızıdır deyə. Yəni, funksiyanın bunu bəyan olunmasını, əks-səda olunma bünövrəliliyində qeydə alınmasını istəmişdik və bildirmişdik. Halbuki biz ön sütunumuza qaysaq burada rəng adlı dəyişənin ilkin öncə dəyər hesabatının qırmızı olduğunu bildirmişdik. Amma çıxış hasılatında zəng çağırışı olan təsvir adlı, yəni funksiya ad bütövlüyünü ümumi hipersənədimizə çağırdığımıza və əks etdirdiyimizə görə sonradan məruzəyə qalaraqdan və uğradılaraqdan mavi adlı sətir tipli bölgülülüyə kəsb edildiyini görə bilərik. İndi biz echo, yəni əks-səda olunma bünövrəliliyi olan bu cəhdliliyimizdə otağın rəngi əgər qırmızıdır, rəngidir, yəni rəngin artıq bəlli olan sonraki son olan qiymət hesabatı var, dəyər bünövrələnməsi var və otağın rəngi mavidir deyə bizlərə sətir tipli bir cümlənin ümumən hipersənəd üzərinə əks olunduğunu görə bilirik. Amma biz burada ofisə də aidiyyətlılığı etdiyimiz üçün otağın, hansı otağın yeni dəyişən adı altında yayımlanan və nizama aldıran otaq adlı dəyişənin ofisə bəlli olunması varsa və bunu vardırılaraqdan götürülübsə, o zaman ilkin öncədən otağın, ümumiyyətlə artıq burada söz bütövlüyünü silib, biz otaq adlı dəyişəni qeydə aldırdığımıza görə məhz otağın özünü burada qeydə aldırırıq. Və otağın yəni otağın baxın biz burada otağın rəngi
qırmızıdır. Məsələn, bunu biz burada bu cür bildirək və bölgüləyək. Otağın rəngi qırmızıdır. Ümumiyyətlə və bu cür bölgüləyək. Amma bunun sonradan bizlərə otağın rəngi məhz yəni bu cür formadadır. Yəni mavi rəngdədir əslində çıxa bilərdi. İndi biz bunu başqa bir formulaya da deyək. Qaydaq yenə də təsvir adlı zəng çağırışı olan bu, yəni əlamət olan funksiyanın ad bütövlüyü cəminə və biz burada vergülla ayrılmış daha bir əlaməti, yəni sətir tipli bölgülüyü qeydə aldıraq. Belə ki, yenə də sətir tipli bölgülüyümüzdən olan artıq ad bəyan olunma qüvvəsinin yataq otağı adı altında nizama aldıracağıq və bunu bölgüləyərəkdən əlbəttə ki, götürəcəyik və bir sözlə bildirəcəyik, məruzəsini uğratdıq. Və biz artıq kodlamalarımızı ikinci bir qol olan, prosedur olan bir neçə element olan, yəni arqument hesabatı bəlliliyinin təsvirini götürdük və bildirdik. İndi biz fayl menüsündən bir daha save edək, artıq kodlamamızı işlədik və qayıdıb yenə də brauzerimizdə ünvan zolağını seçərəkdən səhifəni bir daha da yeniləyirik. Və gördüyünüz kimi artıq yataq otağının rəngi mavidir deyə bir sözlə qarşımıza, yəni çıxaraqdan göründüyünü görə bilirik. Və bu cür formada, yəni bizlərə təsvir olunaraqdan götürüldüyünü görə bilərik. Burada otağın yazmaqdan otağın, yəni otağın göstərilir. Və bu cür formada gördüyünüz kimi, yəni təqdim olunmasından sonra bizlərə sətir tipli bölgülüyün başqa bir rol hesabatının qüvvəyə gətirildiyini görə bilərik. Və susmaya görə əlaməti ilə funksiyalarda dedikdə bu cür gözəlliklə, yəni qarşımıza çıxır və bildirilir və bir sözlə bölgülənərəkdən hesabatla vardırılır. Susmaya görə əlaməti ilə funksiyalar da bu qədər, yəni sabit dəyərlərin təqdim olunması və onlar üzərində aparıla bilinən bütün növ prosedura işləmləmələrinin sadə bəlli olan tərəflərinə gedişat açıqlaması da bu qədər və bir sonraki dərslikdə sizinlə yenidən görüşmək ümidi ilə deyirəm və sağ olun.